New York şəhərin Metropolitan Muzeyində saxlanılan qızılbaş bayrağı. Gəlin baxaq o hansı dövrə aiddir və üzərində nə yazılıb. Şah Sultan Hüseynin dövrünə təsadüf edən bu bayraq 1695-ci ildə hazırlanmış və üzərində Quran ayələrindən ibarət parçalar yazılmışdı. Qırmızı rəngli Səfəvi bayrağı görünür, ordu və mərasim bayrağı kimi istifadə olunmuşdu. Bütün bunlar bir daha təsdiq edir ki, Qızılbaş dövlətində ağ və yaşıl rəngli bayraqlarla yanaşı qırmızı rəngli bayraqlar da mövcud olmuşdu. Səfəvilər ordusuna qırmızı döyüş bayraqlarının olması faktını Şah İsmayıl divanındakı məlumatlar da təsdiq edir. Qızıl ələm, qızıl bayraq, qızıl tac, geyinsə qazilər, olgun həzərdir. Üçbucaq formasında olan bayrağın mərkəzinə iri fiqurun içərisində Quranın 110-cu Nəsr surəsinin, yuxarıda sağdakı fiqurun içərisində Quranın 37-ci Səffat surəsinin 172-173-cü ayələri, balaca sarı rəngli fiqurun içərisində isə ərəbcə "Ey qapıları açan", iki rəngli fiqurun mərkəzində və kənar hissələrində ərəbcə "Zəfər bayrağı, işin başlanğıc tarixi" və Allahın verdiyi zəfər bayrağı, işin bitmə tarixi 1107. Farsça İsmail Kaşaninin şagirdinin işi və aşağıdakı fiqurun içərisində isə ərəbcə "Ey əzəmətli" ifadələri yazılmışdı.